nöqtələrində kəsişir. Funksiyanın 0 ilə 2 və 4 olarsa, B nöqtəsinin absisləri, B nöqtəsinin absisini tapın. Burada biləsiniz nə məntiq var? Bura 2'dir, bura 4'dür. Buranın x'i 0'dır, bunun x'ini bilmirəm. Burada birliyi nədir? Gözəl sualdır. Bax, bu x təpiyə görə bu həm A ilə B simmetrikdir, həm də M ilə N simmetrikdir. Həm buradakı məsələn, bura bir A nöqtəsi deyim, burada hələlik B nöqtəsi deyirəm. Amma B nöqtəsi məlumdur, 0'dır. Həm B plus A bölünsün 2 bu ortaya düşür, bu da bura düşür. Həm də 2 plus 4 bölünsün 2 ora düşür. Bir bu partiya görə baxıram. Da bura görə. Bir də A ilə B-yə görə. Da bura görə. Görürsünüz. Şimdi B0 olsa A bölünsün 2 ne olur? 6 bölü 2. A'da nesi olur? 6. Evet, parabola fikir verin yok diyor. Yani parabolanın emsallarından danışmır. Anladık. Əslində necə danışa bilərik? Uzun getmək olar ha. Bunlar x1, x2'lərdir. Bu C'dir. Uzun getmək olar. X'in 0 qiymətində həmin qiymətdirsə, x'in hansı qiymətində yenə M'dir.